Salam, hər vaxtınız xeyir olsun. Kanalımızın dəyərli izləyiciləri, sizlərə bu videomuzda bacardığım qədər yeni gələn sep çeşidlərini göstərəcəm və qiymətlərini qeyd edəcəm. Zəhmət olmasa videoya axıra kimi baxıb abunə olun və qeyd edirəm öncədən. Bizdə mağaza yoxdur, onlayn fəaliyyət göstəririk. Sifariş üçün də aşağıda nömrə qeyd edəcəyik. Deməli, birinci məhsulumuz belə bir İtalyan qızıl rəngdə, uzunluğu 45 sm olan sepdir. Qiyməti 13 manat, rəngi getmir məhsulun, məhsula zəmanət veririk. Yəni, baxın, belə uzaqdan da çəkirəm, 13 manata. Sonra sizi yormadan ikinci məhsulumuzu göstərirəm. Bu, belə bir toxunuşdadır. Uzunluğu 50 sm, rəngi getmir, qiymət 13 manat. Baxın, belə bir məhsul. Sonra üçüncü məhsulumuzu göstərirəm sizlərə. Deməli, bu formada sepdir. Qiyməti 15 manatdır. Rəngi getməyən məhsuldur. Rəngi İtalyan qızıl rəngdir. Baxın, çox keyfiyyətli maldır. Uzunluğu 50 sm. İstəsəz, yəni artırma da eləyə bilərik. Açılıb bağlanmağı da bu formadadır. Kip formada açılıb bağlanandır. Sonra ən çox satdığımız modellərdən biri olan belə bir zincir formalı modeldir. Deməli, belə olmağına baxmayın, çox yüngül məhsuldur, yəni incitmir adamı. Qiyməti 14 manatdır. Uzaqdan da çəkirəm, baxın belə. Biraz dolu xanımlar üçün nəzərdə tutulub məncə. Paltanın üstündən də asmaq olar rahat şəkildə. Sonra qiyməti 15 manat olan məhsulumuzu göstərirəm. Toxunuşda super bir modeldir. Yaxından çəkim sizlər üçün. Məhsulun da uzunluğu 55 sm-dır. Yəni istəsəz artırma eləyib qısalda da bilərik. Yəni fərqi yoxdur. Deməli, sonra belə bir modelimiz var 16 manata. Biraz belə deyək də dolu xanımlar üçündür, mən bildiyim qədər. Rəngi getmir məhsulun, sepin uzunluğu 50 sm. Sonra belə bir incə modelimiz var, mirvari ilə İtalyan qızılının rəngi qarışıq olan sepdir. Qiyməti 13 manata. Sonra belə bir gümüş rəng seplərimiz var. Qiymət 17 manat. Bu su yolunun sepinə oxşar sepdir. Sadəcə olaraq bunda fərqli cəhət odur ki, baxın, burasında belə göz muncuğu falan var. Həmçinin o məhsulun belə pandal olanı var. Sonra bu forması var, beləsi var. Yəni çeşidlərimiz çoxdur.